Hər birinizi salamlayıram. Mən İstər Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün Azərbaycan tarixindən davam edirik. Qalmışdıq biz 9-11-ci əsrlər sosial-iqtisadi həyatı keçdik. Ondan sonraki hissəmizdə, yəni 11-ci əsrdə Azərbaycana Səlcuqlar yürüş eləyəcəklər bu hadisələrdə. Bugün bu videonun içərisində siz 3 mövzunun izahını görəcəksiniz. Azərbaycan Səlcuq imperiyasının tərkibində Şirvanşahlar dövləti 11-12-ci əsrlərdə və Eldənizlər dövləti. Təbii ki, bundan da sizə qəbula bir sual düşmüş olacaq. Çox keçmədən başlayaq Böyük Səlcuq imperiyası və onların Azərbaycana yürüşlərindən. Biz Səlcuq imperiyası mövzusunu ümumi tarixdən keçdik və siz orada artıq Səlcuq imperiyası ilə bağlı məlumatlara sahibsiniz. Bu dərsimizin içərisində fərqli çox bir şey görməyəcəyik. Çünki demək olar ki, böyük bir hissəni biz həm feodal dövlətlərin içərisində, həm də Səlcuq imperiyası içərisində görmüşük. Amma bəzi xırdalıqlar var ki, həmin o xırdalıqlara biz bugünkü dərsimizin içərisində toxunmalıyıq. Lövhədən də gördüyünüz kimi daha doğrusu mən önəmli hadisələri burada sizin üçün qeyd etmişəm. İndi bu hadisələri açacağıq və sonra da nəticə danışacağıq ki, Səlcuqlar Azərbaycana gəldilər. Nə baş verdi burada? Ümumiyyətlə, Səlcuq dövlətinin yaranması 1038-ci ildədir. Amma dövlət yaratmazdan əvvəl Səlcuqların Azərbaycana ilk yürüşləri 11-ci əsrin ilk 10 illiyindədir. İlk yürüş. Bu əsasən lazım olacaq bizdə MİQ və sertifikasiya hazırlaşanlarımız üçün. Abituriyentlər üçün 1015-dən başlasalar kifayətdir. Amma biz nə deyirik? Deyirik ki, 11-ci əsrin ilk 10 illiyi Səlcuq tayfaları Azərbaycana ilk yürüşlərini eləyirlər. Naxçıvan ətrafından keçirlər, gedib orada Dəbilə çatırlar. O hissələrdə biz Səlcuqları görürük. 1015-ci ildə Çağrı bəyin rəhbərliyi ilə bir kəşfiyyat yürüşü olur. Kəşfiyyat. Bu əsasən Bizansa qarşıdır bu yürüş. Amma bu yürüşün bizim üçün önəmliyi bundan ibarətdir ki, axı onlar ilk 10 illikdə gəlmişlər Naxçıvan Dəbil ətrafına, Van Gölü hövzəsinə. 1015-ci ildə Çağrı bəyin başçılığı ilə olan kəşfiyyat yürüşündə həmin o ərazilərin Naxçıvan və Van Gölü hövzəsinin təhlükəsizliyi təminat altına alınır. Yazırıq bura Van Gölü və Naxçıvan təhlükəsizliyin təminat altına aldılar. Daha sonra bunlar qayıdırlar öz ölkələrinə. 1028-ci ildə biz Rəvvadi dövlətin keçəndə görmüşdük ki, Mahmud Qəznəli Xorasanda Oğuzlara qarşı bir kampaniya başlayır. Onları ölkə arasından çıxarmaq istəyir və onun nəticəsində də 2000 Oğuz ailəsi gəlir Azərbaycanın cənubunda məskunlaşır Rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə. 1038-ci ildə bu Səlcuqlar özlərinə Xorasanda dövlət yaradacaqlar. Dövlətlərinin də paytaxtı olacaq Nişapur şəhəri. 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəlilərə qalib gəldilər. Bütün Xorasanı tamamilə işğal etdilər və döyüşdən sonra Mərv şəhərində bir qurultay keçirdilər. Qurultayda məqsədləri bu idi ki, biz qərbdə və şərqdə yeni işğallara başlayacağıq. Bunun üçün də 1043-cü ildə dövlətin paytaxtını Nişapur şəhərindən Rey şəhərinə köçürdülər və ondan sonra başladılar əsas işğallarına. Şərqdəki işğalları bizim üçün elə də önəmli deyil, amma qərbdəki işğalları önəmlidir. Niyə? Çünki qərbdə biz yerləşirik və Səlcuqlar Cənubi Qafqaza yürüşə başlayırlar. 1048-ci ildə Səlcuqlar 1-ci Toğrulun rəhbərliyi ilə Bizansa qarşı döyüşüblər. Toğrul və Bizans. Bu döyüşdə Bizans qüvvələri məğlub olub, Toğrul və onun müttəfiqi olan Şəddadi dövlətinin qüvvələri qalib gəliblər. Deməli, 1048-ci ildə Səlcuqlar və Şəddadilər birlikdə Bizans və onun müttəfiqləri olan Erməni və Gürcü feodallarına qalib gələcəklər. Sonra 1-ci Toğrul öz yürüşlərini Azərbaycan ərazisində davam elətdirəcək. 1054-cü ildə Toğrulun rəhbərliyi ilə Rəvvadilər, həmin dövrdə Rəvvadi hökmdarı yenə Vəhsudandır. Özdə Vəhsudan müqavimətsiz, asılı bir dənə M üstündən xət çəkirik ki, Rəvvadi hökmdarı Vəhsudan 1054-cü ildə Səlcuqların asılılığını müqavimətsiz qəbul edir. Eyni ildə Şəddadilər və Şəddadi hökmdarı həmin dövrdə Əbləsvar Şavurdu. O, Səlcuqlarla müqavilə imzalayır və Səlcuqların asılılığını qəbul edir. Şəddadi hökmdarı Əbləsvar Şavur 1054-cü ildə Şəddadilər Səlcuqlarla müqavilə imzalayırlar ki, birlikdə Bizans, Erməni və Gürcü feodallarına qarşı mübarizə aparacaqlar. Elə həmin ildə 1054-cü ildə
Tiflis müsəlman əmirliyi də Səlcuqlar tərəfindən asılı vəziyyətə salınmış olacaq. Bu oldu bizim 1054-cü il hadisələrimiz və Toğrulun dövründə olan, demək olar ki, Azərbaycandakı dövlətlərin böyük bir hissəsi tabe edildi. Həmin dövrdə Azərbaycanın şimal-şərqində olan Şirvanşahlar dövləti isə hələ də öz müstəqilliyini qoruyub saxlayırdı. Bu müstəqilliyin qarşısını almaq üçün növbəti dəfə Səlcuqlar Qafqaza yürüş eləyəcəklər. Bu yürüşdən əvvəl ümumiyyətlə 1054-cü ildə Səlcuqlar Azərbaycan torpaqlarını işğal eləməyə başlayanda Azərbaycanın iki ərazisində, Xoy və Salmas ərazisində Səlcuqlara qarşı müqavimət baş verir. Bu, MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz üçün önəmli bir detaldır. Xoy və Salmas ərazisində Səlcuqlara qarşı müqavimətin olması, yəni üsyanların baş verməsi. Amma bu müqavimət elə də uğurlu nəticələnmir. 1065-ci ildə Şəddadi, Rəvvadi və Şirvanşahlar dövləti hələ də bizdə mövcuddur və Səlcuqlar Alp Arslanın rəhbərliyi ilə növbəti dəfə Cənubi Qafqaza hücumlar eləyiblər. Bu hücumların gedişində 1065-də biz Rəvvadi dövlətinin artıq süqut etdiyini görürük. Həmin dövrlərdə də Alp Arslan idi Səlcuqlarda hakimiyyətdə. Daha sonra Alp Arslan öz sərkərdəsi Qara Təkini göndərir 1066-cı ildə Şirvanşahların üzərinə. Həmin dövrdə də Şirvanşahlarda hakimiyyətdə birinci Fəribüzdür. Qaratəkin Şirvanşah ərazisini tabe edir, amma sadəcə bu asılılıq tabeçiliyidir. Şirvanşahlar öz daxili müstəqilliyini saxlayırlar, xarici müstəqilliyini isə itirirlər. Səlcuqlara ildə müəyyən bir məbləğdə xərac vermək qarşılığında asılılığı qəbul edirlər. Dedik, həmin dövrdə Şirvanşahlarda hakimiyyətdə kimdir? Birinci Fəribüz. İndi Şirvanşahlarda da o hissəni danışanda bu məlumatı sizin üçün yenidən qeyd etmiş olacağıq. Şirvanşahlar dövlətinin də tabe edilməsi ilə artıq bütünlüklə Azərbaycan Səlcuqlar tərəfindən işğal edilmiş olur. Şəddadi asılı vəziyyətdədir 1054-dən, Rəvvadinin artıq 1065-ci ildə varlığına son qoyublar. 1066-da da Şirvanşahlar dövləti Səlcuqlardan asılılığı qəbul etmiş olacaq. Ümumiyyətlə, bütün Azərbaycanın Səlcuq dövlətinin tərkibinə daxil edilməsinin bizim üçün çox önəmli nəticələri var. Bunun əsas nəticələrindən biri Azərbaycanda əvvəl fərqli dövlətlər gördük biz, 3 dənə feodal dövlət. Amma artıq biz vahid imperiyanın tərkibindəyik. Bu deməkdir ki, bizdə vahid ölçü, çəki və pul sistemindən istifadə edilir. Belə prosesdən istifadə dövlətin daxilində ticarət əlaqələrinin inkişafına səbəb olur. Səlcuqların gəlişi Azərbaycana Oğuz türklərinin 3-cü böyük axınıdır. Yəni, Oğuz türkləri deməyək də türk tayfalarının 3-cü böyük axınını təşkil edir. Yadınıza salın, 1-ci axın nə zaman idi, 2-ci axın nə zamandır, 3-cü axında 11-ci əsr Səlcuqların gəlişi ilədir. Onların gəlişi ilə Oğuz türkləri, bax, bunların hər biri nəticədə qeyd edəcəyimiz məsələlərdir. Sadəcə hər biri uzun cümlələr şəklindədir deyə. Mən indi o uzun cümlələr şəklində ora yazmıram, sizin üçün deyirəm, siz də qeydlərinizi götürürsünüz. Səlcuqların gəlişi ilə Oğuz türkləri Cənubi Qafqazda əsas etnik və siyasi amilə çevrilmiş olur. Qafqazı, Cənubi Qafqazı və Azərbaycan ərazisini işğal etmək istəyən Bizans, erməni və gürcü feodallarına qarşı ciddi bir mübarizə aparılmış olur. Yəni, onların bu ərazini işğal etmək planları puça çıxır və biz Səlcuqların nümunəsində özümüzə güclü bir müttəfiq qazanmış oluruq. Ümumiyyətlə, yaxşı şeylər götürəcəksiniz. Mən əvvəlki izahlarımda da deyirdim, Səlcuqların Azərbaycana gəlişinin Azərbaycan üçün nəticələri yaxşı şeylər. O yaxşı şeylər də hansılardır? Sizin üçün qeyd etdik. Ümid edirəm ki, cümlə şəklində yazdınız, qeydinizi götürdünüz. Sonra görürsünüz ki, burada yazmışam 1071. 1071 əslində belə deyək də biz bunu Səlcuq dövlətində görürük, Malazgirt döyüşüdür. Amma Malazgirt döyüşünün önəmli nəticəsi ondan ibarətdir ki, Malazgirt döyüşündə düzdür, bunlar Bizansa qalib gəlir, Anadolunu tutub öz türk torpaqlarına çevrilirlər. Amma bu hadisə onların Cənubi Qafqazda daha da möhkəmlənməsinə səbəb olur. Ona görə Malazgirt döyüşünü burada sizin üçün qeyd etmişik. Ən son bugünkü dərsimizdə 1088-ci ili qeyd eləyəcəyik. O da hansı ildir? Şəddadi dövlətinin süqut etdiyi il. Biz Şəddadi dövlətində bunu görmüşdük ki, 1088-ci ildə Səlcuqlar tərəfindən varlığına son qoyulacaq. Həmin dövrdə də Səlcuqlarda hakimiyyətdə
birinci Məlik Şah idi. Öz sərkərdəsi Buğanı göndərmişdi Şəddadilərin üzərinə. Şəddadilərin də son hökmdarı 3-cü Fəzil idi. Niyə birdən belə bir hadisə baş vermişdi? Çünki 3-cü Fəzil yavaş-yavaş Səlcuqlardan asılılıqdan çıxmağa çalışırdı. Əlaqələri zəiflətmişdi. Bunu da görən Səlcuqlar bu hadisənin qarşısını almaq üçün 1088-ci ildə Buğanın rəhbərliyi ilə Gəncəyə bir qoşun göndərirlər. Buğa da gəlir və Şəddadi dövləti süquta uğrayır. Bu əsas siyasi hadisələrdir Səlcuqların Azərbaycana yürüşündə gördüklərimiz, nəticəni də dedik, yaxşı şeylər. Biraz iqtisadi məsələlərdən danışsaq, Səlcuqların dövründə təbii ki, əsas torpaq mülkiyyət forması iqdadır. Tutduqları ərazilərdə xidmətə görə hərbiçilərə iqda torpaqları paylayıblar. İqdadan əlavə yeni meydana gələn torpaq mülkiyyət formamız uc idi. O da deyildi ki, ucqarlar, yəni sərhədləri qoruyanlara verilən torpaqlar idi. Sahibi də ucbəyə adlanırdı. Bir də vergi sistemində dəyişiklik etdilər. Belə ki, Səlcuqların dövründə Azərbaycanda bəzi yeni vergilər meydana gəldi. Şərab bahası, nal bahası, silah bahası, sonra alaf. Bunlar Səlcuqların dövründə Azərbaycanda gördüyümüz yeni vergi növləridir. Əlavə olaraq son bir şey də qeyd edəcəyik və bu mövzumuz yekunlaşacaq. Belə ki, yadda saxlamalıyıq. Bunu əsasən MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz Azərbaycanda 2 şəhər var ki, onlar Səlcuq canişinliyinin mərkəzi olublar. Onlar da burada sizin üçün yazacağam. Gəncə və Beyləqan şəhərləri. Bunlar Azərbaycanda Səlcuq canişinliyinin mərkəzi olmuş şəhərlərdir. Abituriyentlərdə elə də çox istifadə edilmir, amma MİQ və sertifikasiya hazırlaşan müəllimlərimizin bilməsi faydalıdır. Deməli, Azərbaycan Səlcuq imperiyasının tərkibində mövzumuzu öyrəndik, illərimizi burada qeyd elədik. Siz də öz qeydlərinizi götürdünüzsə, olacaq çox qəşəng. İndi keçirik Şirvanşahlar dövləti 11-12-ci əsrlərdə. Biz Şirvanşahlar dövlətinin yaranmasını feodal dövlətlərin içərisində keçdik. Bu dövlət 861-ci ildə Məzyədilər sülaləsinin nümayəndələri tərəfindən yaradıldı və 1027-ci ilə qədər Şirvanşahlarda hakimiyyətdə ərəb mənşəli Məzyədi sülaləsi olacaqdır. 1027-ci ildən isə hakimiyyətə yeni bir sülalə gəlir. Bu sülalə 1027-1382-ci illərdə hakimiyyətdə olan Kəsranilər sülaləsidir. Deməli, Kəsranilər sülaləsinin ilk nümayəndəsi 1-ci Mənüçöhrüdür. Biz nə görürük 1-ci Mənüçöhrün dövründə? 1030-cu ildə Slavyanların Azərbaycana yürüşləri. Həmin bu yürüşlər zamanı Slavyanlar gəlirlər Kürd çayı sahilində, onlar Mənüçöhrlə döyüşə girirlər, sonra qalib gəlib şimal istiqamətə gəlib Araza çatırlar. Araz çayının ətrafında Mənüçöhr nəhayət ki, bəndlər tikir və Slavyanların qarşısını ala bilir. Amma daha sonra Slavyanlar 1032-33-cü ildə Alan və Sərir tayfaları ilə birlikdə gələcəklər və Şirvanşahlar dövlətinin paytaxtı Yezidiyyə şəhərini qarət edib geri qayıdacaqlar. Qaydanda da Dərbənd hakimi tərəfindən məğlub edilmişdilər. Sonra gəldik 1-ci Fəribürzün dövrünə. Fəribürzün dövrü dedik 1066 ilk bu hadisədir. Fəribürz 1066-cı ildə Səlcuqlardan asılılığı qəbul edir. Amma daxili müstəqilliyi saxlamaq şərti ilə. Xarici müstəqilliyin itirir, daxildə müstəqildilər, şah titulundan məhrum edilirlər və Fəribürz Məlik titulu götürür. Yəni, Şirvan hakimləri artıq Şirvan şahları olaraq yox, Şirvan məlikləri olaraq adlandırılmağa başlayırlar. Daxili müstəqillikləri var. Daxili müstəqilliklərindən istifadə edəcəklər. 1075-ci ildə Dərbənd ərazisini Şirvan şahlara birləşdirəcəklər. Biz Dərbəndi görmüşdürük ki, 988-ci ildə Şirvanşahlardan asılı vəzifə salınmışdı. 1075-ci ildə isə 1-ci Fəribürzün dövründə Dərbənd ərazisi Şirvanşahlar dövlətinə birləşdirilir. Fəribürzün dövründə 2 dənə hadisəmiz var. 1066 Səlcuqlardan asıllığın qəbul edilməsi, 1075-ci ildə Dərbənd ərazisinin birləşdirilməsi. Gəlirik Afriduna. Afridunun dövründən bir cümlə deyəcəyik. Amma o bir cümləni deyənə qədər o cümləni hərəkətə gətirəcək hadisələrdən danışmaq lazımdır. Belə ki, 1-ci Məlikşah Səlcuq dövlətinin ən qüdrətli hökmdarı idi, amma 1092-ci ildə adam ölür. O öləndən sonra 11-ci əsrin sonunda səlibçilərin yürüşləri, həm də Səlcuq dövlətində daxili çəkişmələr var və dövlət nisbətən zəifləyib. Bu zəifləmənin gedişində Şirvanşahlar da zaman-zaman istəyirlər ki, Səlcuqlarla əlaqəni pozsunlar və ittifaqdan çıxsınlar, yəni asıllıqdan çıxsınlar. Hətta onlara
Bu dövrdə Gürcü hakimi, Gürcü çarı 4-cü David o da təzyiq eləyir. Çünki 4-cü David gedib Qıpçaq türklərinin rəhbəri Atrakla ittifaq bağlayıb, Bizansla müttəfiqdir. Bir tərəfdən də Səlcuq Şirvanşahlara deyir ki, bəs tez ol da, nə oldu, çıx sən. Yəni Səlcuqlar bizə qoşul, biz də bir də mübarizə aparır. Afridon da inadı tutub deyir ki, yox, mən Səlcuqlardan asılılıqdan çıxmıram. Səlcuqla ittifaqı pozmayacağam. David də deyir ki, yaxşı. Deməli, Afridonun Səlcuqlarla ittifaqı pozmamasını bəhanə edən 4-cü David Şirvana yürüş eləyir. Kimdir 4-cü David? Gürcü çarı. Şirvana yürüş eləyir, Şirvanşahlar dövlətinə və Qəbələni qarət edir. Amma geri qayıdır. Bu hələ ki elə bizə bir kiçik göz dağı idi ki, bəs mən gəldim, buranı tutdum, indi də geri qayıdıram. Amma həmin dövrdə də elə Afridun ölür. Afridun öləndən sonra hakimiyyətə gəlir Şirvanda 3-cü Mənüçöhr. Mənüçöhr deyir ki, alo David, nə oldu? Bəs belə bir söhbət var idi. Sən deyirdin ki, biz ittifaqa girək belə elə. O da deyir ki, hətta evlənir, qohum da olurdu. 3-cü Mənüçöhr 4-cü Davidin qızı Tamarla evlənir. David də deyir ki, hə, yenə sözümün üstündəyəm. Mən Bizansla müttəfiqəm, Avropa səlibçiləri mənim yanımdadır, Qıpçaqlar mənim yanımdadır. Hətta mən deyir gedəcəm 1121-ci ildə Didqori döyüşündə Səlcuqları məğlub eləyəcəm. Tiflisi də onlardan alacağam. Axı Tiflis müsəlman əmirliyi 1054-dən Səlcuqların asıllığındadır. Bura bir dənə yazırıq Didqori döyüşü 1121 Didqori. Didqoridə bir tərəfdə kim var? Səlcuqlar, digər tərəfdə kim var? Gürcülər, Qıpçaqlar, sonra nə bilim Bizans qüvvələri, səlibçi qüvvələr, bunlar yəni kömək eləyirlər altdan. 4-cü Davidə. Didqori döyüşündə Gürcülər qalib gələcəklər, Səlcuqlar məğlub olacaq və Tiflis müsəlman əmirliyi 1122-ci ildə Gürcülər tərəfindən tutulacaq və orada müsəlman əmirliyinin varlığına son qoyulmuş olacaq. Ondan sonra bizim 3-cü Mənüçöhrdə belə həvəslənəcək, ürəklənəcək ki, ay nə qəşəng qaynatam gözəl işlər görür. Mən də bu işlərdən faydalanım. Necə faydalanım? Zəng eləyəcək, həmin dövrdə Səlcuqlar artıq yavaş-yavaş Səncərin dövründə parçalanıblar. İki hissəyə İraq Səlcuq sultanı var. Zəng eləyir, çünki bu bizim ərazilər, yəni Cənubi Qafqaz ərazisi İraq Səlcuq sultanlığına tabedir. Deyir ki, bəs mən indiyə qədər sənə xərac göndərirdim, artıq xərac göndərmirəm. Mən bu xəracı dayandırıram. Arxası var axı, qaynatasına güvənir. İraq Səlcuq sultanlığında da həmin dövrdə 3-cü Mahmuddur. Deməli 1123-cü il. Bu dedi ki, bəs mənə xərac göndərmirəm. Göndərmirəm. Üstündən xətt çəkirik. 3-cü Mahmud da deyir ki, yaxşı. Yürüş eləyirəm mən də sənin üzərinə. 1123-cü ildə İraq Səlcuq sultanı Mahmudun yürüşü baş verir Şirvanşahların ərazisinə. Yürüş. Amma məğlub olub geri qayıdır. Geri. Niyə? Çünki Gürcülər bizə kömək edirdilər. Biz bu yürüşdə Səlcuq sultanlığına qalib gəlirik Gürcülərin köməkliyi ilə və Mahmud geri qayıdır. Bununla da 1066-cı ildən Şirvanşahlarda mövcud olan Səlcuq asıllığı 1123-cü ildə başa çatmış olur. Kimin dövründə? 3-cü Mənüçöhrün dövründə. İndi Səlcuqlar getdi. Lap yaxşı, 1123-də. 4-cü Daviddə təbii ki, onun fikri bizim ərazilərimizi tutmaqdır. Yəni o məqsədi deyil ki, mən Şirvanı müstəqil eləyim, Şirvanı müstəqil görüm, ay nə qəşəng olar. Yox. Onun ərazisi məqsədi bizim əraziləri tutmaqdır. Buna görə 1124-cü ildə 3-cü Mənüçöhrün dövründə 4-cü David Gürcü hökmdarı yürüş elədi Şirvanşahların üzərinə. Yürüş Şirvana. Gəldi Şamaxını tutdu, Şabranı tutdu, Buğurdu qalasını tutdu. Bəli. Gəldi bizim bu ərazilərimizi tutdu. Hətta qarnizonunun bir hissəsində burada qoyub geri qayıtdı Gürcüstana. Yəni bir növ biz Gürcülərdən həmin dövrdə asılı düşmüş olduq 1124-cü ildə Davidin yürüşü ilə. Amma bəxtimiz gətirdi. Ayda ildə bir dəfə bəxtimiz gətirir. O gətirmə də bundan ibarətdir ki, 1125-ci ildə David ölür. Bura bir dənə yazırıq. Rest in peace. David öldü. David öldü. Ondan sonra hakimiyyətə Gürcüstanda gəldi 1-ci Demetri. Demetri də dedi ki, valla mənə maraqlı deyil. Atam nə iş görüb? Gürcüstan gəlib Şirvanı mı tutmaq istəyib, ya başqa yerimi tutmaq istəyib? Mənə maraqlı olan üçün mən qoşunlarımı Şirvan ərazisindən çıxardıram. Demetri gəlir. Davidin ölümündən sonra qoşunları Şirvandan çıxardır və biz yenidən tam müstəqilliyimizi bərpa etmiş oluruq. Və ona görə də deyilir ki, 12-ci əsrin ortaları Şirvanşahların ən güclü dövrləridir. Yəni ətrafında heç kim yoxdur da, kim bunlar
onlara mane olacaq heç kim. Hələ ki amma ortalıqda biraz Eldənizlər var. Onlar sonra gələcəklər. Eldənizlərdən də danışacağıq. Nəysə. 1160-cı ildə 3-cü Mənüçöhr ölür. 1160-da da bunun üstünə bir dənə rest in peace qoyaq. 3-cü Mənüçöhrdə 1160-da öldü. 1160-da o öləndən sonra axı dedik onun həyat yoldaşı Tamar Gürcüçarı 4-cü Davidin qızıdır. Tamar 1160-da gedir Qıpçaqlarla birləşir və deyir ki, əl çəkmirlər, bax Qıpçaqlar görürsə hər yerdən çıxırlar. Və deyir ki, gedək Şirvanı birləşdirək Gürcüstana. Nə yaxşı, belə bir zaman yarandı bizim üçün. Amma bir şəxs çıxır ortalığa, əlində qılıncı. O şəxs də Şəmsəddin Eldənizdir. Şəmsəddin Eldəniz deyir ki, bir dəqiqə hara gedirsiniz, başa düşmədim. Heç kim Şirvanı Gürcüstana birləşdirə bilməz və Şirvanda hakimiyyətə gətirir 1-ci Axsistanı. Deməli, 1-ci Axsistanı 1160-cı ildə hakimiyyətə kim gətirdi? Şəmsəddin Eldəniz. Bu nə deməkdir? Bu deməkdir ki, 1160-cı ildə Şirvanşahlar Eldənizlər dövlətindən asılı vəziyyətə düşmüş oldular. Bunun da əsas hissəsini Eldənizlərdə danışacağıq. Axsistanın dövrü belə pufidik dövrdür. Yəni hamı ilə münasibəti yaxşıdır. Eldənizlərdən asılı vəziyyətdədir. İraq Səlcuq sultanlığı ilə dostluq əlaqələrini bərpa eləyib, sonra Gürcülərlə dostluq əlaqələrini bərpa eləyib, dedik Eldənizlərdən asılı vəziyyətdədir. Dövlətin daxilində Dərbənd səddini təmir elətdirib, yeni qalalar filan tikdirib, yazırıq bura. Amma bunun dövründə 1173-cü ildə biz Gürcülərə kömək eləyirik. 1173-də onların daxilində problem var deyə Gürcülərə kömək etdi. Onlar da sağ olsunlar 1175-ci ildə bizə kömək etdilər. Gürcü də bizə kömək. Niyə? Çünki Slavyan mövzusunda demişdik ki, biz 1175-ci ildə Slavyanların son yürüşünü görürük Azərbaycana. O da gəlib düşmüşdü Axsistanın dövrünə və bizə həmin o hadisədə Slavyanları qovmağa kömək edən kimdir? Gürcülər 1175-ci ildə. Sonra Axsistanın dövründə nə baş verəcək? Bunu burada yazaq, düzdür, Eldənizlərdə keçəcək, amma burada da yazaq ki, burada yadımızda qalsın. Deməli, 1190-cı illər falan Eldəniz dövlətinin daxilində biraz qarışıqlıqlar var. Bu qarışıqlıqdan istifadə edir 1-ci Axstan və Eldəniz asıllığından çıxır. Amma həmin dövr Eldənizlərin hökmdarı olan Qızıl Arslan yürüş eləyir Şirvana. Qızıl Arslan Şirvana yürüş və yenidən Eldənizlər Şirvanşahları tabe edirlər. Deməli, Axsistanın dövründə Şirvanşahlar 2 dəfə Eldənizlərdən asıllığa düşüb. Biri Şəmsəddin Eldənizin dövründədir, biri də Qızıl Arslanın dövründə yenidən asıllığa düşmə prosesidir. Ən son isə 1192-ci ildə biz görürük ki, Qızıl Arslanın dövründə paytaxtda zəlzələ olacaq, Şamaxıda zəlzələ və bu zəlzələyə görə də dövlətin paytaxtı Bakı şəhərinə köçürüləcək. Paytaxt olacaq Bakı. Deməli, biz Şirvanşahlar dövlətinin 3 dənə paytaxtını keçdik. Bunlardan birincisi oldu Şirvan 861-dən 918-ə qədər. 918-ci ildə Şirvanşah Əbu Tahir paytaxtı köçürdü Şamaxıya, adını da dəyişdi, qoydu Yezidiyə. 918-dən 1192-ci ilə qədər oldu Şamaxı. 1192-ci ildə zəlzələ baş verdi deyə Şamaxıdan köçürdülər Bakıya. 1192-ci ildə 1538-ci il Şirvanşahların süqutuna qədər də paytaxt olacaq Bakı şəhəri. Bu hissələrdə ümid edirəm hər kəsə aydın oldu. Şirvanşahlarda əsas bizə düşə biləcək hissələr Mənüçöhr və Axsistanın dövrləridir. Ona görə diqqətli olmaq lazımdır. İndi bunları siləcəyik və sizə danışacağıq Eldənizlər dövlətindən. Ondan sonra da bizim dərsimiz yekunlaşacaq. Eldənizlər dövləti və yaxud digər adı ilə bildiyimiz Atabəylər dövləti. İndi bu dövlətdən danışacağıq. Qəbulda sual olaraq çox istifadə edilir. Yəni %90% hallarda siz Atabəylər dövlətindən sual görmüş olacaqsınız qəbulda. Bəs necə oldu ki, bu dövlət yarandı? Hansı illər ərzində mövcud oldu? Paytaxtları və hökmdarları, əsas fəaliyyətləri də nədən ibarətdir? Birincisi, Atabəylər dövlətini və yaxud da Eldənizlər dövlətini Şəmsəddin Eldəniz yaradacaq. Amma dövlət yaratmazdan əvvəl bu adam İraq Səlcuq sarayında 2-ci Toğrulun yanında xidmət göstərirdi. Hətta 2-ci Toğrul onu öz oğlu Arslan Şahın Atabəyi, yəni tərbiyəçisi seçmişdi. Amma 2-ci Toğrul ölür. 2-ci Toğrul öləndən sonra İraq Səlcuq sultanlığında hakimiyyətə Məsud gəlir. Məsud 1136-cı ildə
Arran ərazisini iqta olaraq Şəmsəddin Eldənizə verir. Yəni dövlətin qarşısında etdiyi xidmətlərin müqabilində Arran ərazisi iqta olaraq Şəmsəddin Eldənizə verilir. O da öz ailəsini yığır, gəlir Arrana. Həmin dövrdə Arranın mərkəzi Bərdə şəhəridir. Gəlir Bərdəyə və yavaş-yavaş burada müstəqilləşir. İraq Səlcuq Sultanlığı ilə əlaqəsini kəsir və yeni bir dövlətin əsasını qoyur. Bu dövlət 1136-cı ildə yaranan Eldənizlər dövləti olacaq. Eldənizlər dövlətinin ilk paytaxtı Şəmsəddin Eldənizin dövründə olacaq Naxçıvan şəhəri. Naxçıvan. Zaten Naxçıvan Azərbaycanda bir Eldənizlərin paytaxtı olacaq. Başqa hər hansısa bir dövlətin paytaxtı olaraq biz Naxçıvanı görməyəcəyik. Deməli, 1136-cı ildə Eldəniz dövləti yaradacaq. Dövlətin ilk paytaxtı Naxçıvan şəhəridir. Özü də 1175-ci ilə qədər hakimiyyətdə olacaq. Bu hakimiyyəti dövründə hansı işlər görüb, nə edib? 1139-cu il yazmışıq. Bura nədir 1139-cu il? 1139-cu ildə Gəncədə zəlzələ olur. Gəncə zəlzələsi. Və bu zəlzələdə Gürcü hakimi 3-cü Demetri zəlzələdən istifadə edərək Gəncəyə yürüş eləyir, Gəncəni talan eləyir və geri qaydanda Gəncə qala qapılarının bir tayını da özləri ilə aparırlar. Gəncə qala qapıları 1063-cü ildə Şəddadi hökmdarı Əbləsvar Şavurun dövründə inşa edilib İbrahim Osmanoğlu tərəfindən. 1139-cu ilə gəldilər Gəncəyə və qapının bir tane götürdülər, apardılar. 1160-cı il əsas hadisələrdən biri. İraq Səlcuq Sultanlığında hökmdar ölür. Hökmdar öldükdən sonra dövlətdə nisbətən qarışıqlıq yaranır və bu qarışıqlığın qarşısını almaq üçün Şəmsəddin Eldəniz öz oğulluğu, yəni Atabəyi olduğu ikinci Arslanı, yəni Arslan Şahı ikinci Arslan adı ilə taxta gətirir. 1160-da İraq Səlcuq Sultanlığında Arslan Şahı hakimiyyətə gətirəcək. Bu nə deməkdir? Bu deməkdir ki, İraq Səlcuq Sultanlığı əslində Atabəylərdən asılı vəziyyətə düşür. Yəni, faktiki olaraq İraq Səlcuq Sultanlığını da Atabəylər idarə edirlər. Və elə 1160-cı ildə Böyük Atabəy titulu da alacaq. Böyük Atabəy. Elə 1160-cı ildə də Şirvanşahlar asılı vəziyyətə salacaq. Bayaq qeyd elədik Şirvandakı 1160-da 3-cü Mənçəhür ölür. O öləndən sonra Tamar Şirvanı Gürcüstana birləşdirmək istəyir. Qıpçaqlarla əlaqəyə girir. Amma bu işə Şəmsəddin Eldəniz qarışır və Şirvanşahlar dövlətində 1-ci Axsistanı gətirir hakimiyyətə. Axsistanın hakimiyyətə gəlməsi ilə artıq biz görürük ki, Şirvanşahlar dövləti də Eldənizlərdən asılı vəziyyətə salındı. Bu deməkdir ki, artıq Eldənizlər vahid Azərbaycan yaratdılar. İndiyə qədər biz öz dövlətlərimizdən bir Sacilərin, bir də Salarilərin vahid Azərbaycan yaratdığını görmüşdük. İndi də Eldənizlər ora daxil oldu. Oldu 3 dövlətimiz. Vahid Azərbaycan yaradılması. Daha sonra 1161-ci ildə Gürcülər 3-cü Georginin rəhbərliyi ilə Ani şəhərini tuturlar. Ondan sonra da Dəbili tuturlar. Ani və Dəbil. Yazarıq bura Pilus. Gürcülər gəldilər 3-cü Georginin rəhbərliyi ilə Ani və Dəbil şəhərini tutdular. Amma 1163-cü ildə Eldənizlər Gürcülərin üzərinə yürüş eləyir, Gürcüləri məğlub eləyir Naxçıvan yaxınlığındakı döyüşdə. 1163-1164-cü illərə əhatə edir bu hadisələr. Bu döyüşdə Gürcüləri məğlub eləyir və həmin bu Ani və Dəbil şəhərlərini də geri qaytarmış olur. 1175-ci ildə də sonuncu dəfə öz oğlu Məhəmməd Cahan Pəhləvanın rəhbərliyi ilə Gürcülərin üzərinə bir qoşun göndərir. Dedik, sərkərdəmiz kimdir? Məhəmməd Cahan Pəhləvandır. Onun başçılığı Gürcülərin üzərinə qoşun göndərir və bu döyüşdə Gürcüləri tamamilə məğlub eləyir və 1175-ci ildə Şəmsəddin Eldənizin dövründə Gürcülər Azərbaycan torpaqlarına olan iddialarından əl çəkirlər. Amma 1175-ci ildə Şəmsəddin Eldəniz ölür. Onun ölümündən sonra hakimiyyətə gələcək Məhəmməd Cahan Pəhləvan. İndi Şəmsəddin Eldəniz dövlət yaradıbsa, mən burada deməyə artıq ehtiyac görmürəm ki, öz adına pul kəsdirib, qoşun saxlayıb. Yəni, bunlar zaten bilinən şeylərdir ki, bu adam belə bir şey eləyibsə, dövlətin əsas atributu nədir? Puldur. Öz adına pul kəsdirib və bu qədər yürüşlər, əlaqələr saxlayıbsa, deməli qoşunda olub. Əlavə olaraq da bir şey qeyd eləyək, əsas miq və sertifikasiya hazırlaşan müəllimlərimiz üçün Eldənizlər dövlətinin ərazisi Şəmsəddin Eldənizin dövründə Dərbənddən İran körfəzinə və yaxud Fars körfəzinə qədər uzanıb. Hətta bunu belə deyirlər, Tiflis qapılarından Məkrana qədər.
Sonra 1175-ci ildə biz görürük ki, hakimiyyətə Məhəmməd Cahan Pəhləvan gəlir. Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə paytaxtı köçürəcək Həmədana, Naxçıvandan köçürdü Həmədana, Təbrizi alacaq Ağsunqurilərin əlindən, verəcək qardaşı Qızıl Arslanın ixtiyarına, iri Səlcuq əmirlərinin müqavimətini qıracaq, dövləti öz yaxın adamları arasında, yəni dövlətdəki vəzifələri öz yaxın adamları arasında bölüşdürəcək, oğullarını da, qardaşlarını da xüsusi vəzifələrə təyin eləyəcək. Onun dövründə biz yenə Eldənizlər dövlətində 50 minlik ordu görəcəyik, iqta torpaqları bağışlayacaq öz yaxın adamlarına. Bununla da deyə bilərik ki, biz Eldənizlər dövlətində də iqta torpaqlarının mövcud olduğunu görəcəyik. Gürcüstan üzərinə də bir neçə dəfə yürüşləri olacaq. Yürüş və bu yürüşlər də uğurlu yürüşlər hesab edilir. Bir də Məhəmməd Cahan Pəhləvanın dövründə Abbasi xəlifəsi ilə əlaqələri olub. O xəlifəyə deyib ki, sən xəlifəsən, otur öz yerində, dövlət işlərinə qarışma. Sənin işin dini idarə eləməkdir, dövləti siyasi cəhətdən idarə eləmək deyil. Nəysə, 1186-cı ildə Məhəmməd Cahan Pəhləvan da öləcək, hakimiyyətə gələcək qardaşı Qızıl Arslan. Bu arada onda qeyd eləyək ki, Məhəmməd Cahan Pəhləvan 3-cü Toğrul var, İraq Səlcuq Sultanı. İraq Səlcuq Sultanı 3-cü Toğrulun atabəyi olub. Necə ki, Eldəniz Arslan Şahın atabəyi idi. Eyni şəkildə Məhəmməd Cahan Pəhləvan da İraq Səlcuq Sultanı 3-cü Toğrulun atabəyi idi. Onda saxlayırdılar Naxçıvanda. Nəysə, hakimiyyətə gəlir Qızıl Arslan. 1186-1191-ci ildə hakimiyyətdə olacaq. Onun hakimiyyəti dövründə həmin o 3-cü Toğrul artıq İraq Səlcuq Sultanlığında hakimiyyətə gəlib. Hakimiyyətə gəldikdən sonra yavaş-yavaş başlayıb Eldənizlərə qarşı öz ətrafına müttəfiqlər toplamağa və Eldənizlərlə mübarizə aparmağa. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrul məğlub edilir. Eldənizlər qalib gəlirlər və 3-cü Toğrulu onun oğlanları ilə birlikdə əsir alırlar. 1191-ci ildə isə əslində bu arada tam il bəlli deyil. Elə mən 1191 deyim, siz yəni yadınızda 1191 olaraq saxlayın. Bayaq qeyd elədik ki, Şirvanşahlar dövlətində Axistan bu aradakı, bu qarışıqlıqdan istifadə eləyir ki, Eldənizlərin başı İraq Səlcuq Sultanlığı ilə mübarizəyə qarışıb. Bu mübarizədən istifadə eləyir və asıllıqdan çıxır. O da yenidən, buna hər hansısa bir il yazmıram, amma bilin ki, Qızıl Arslanın dövründə də yenidən Şirvana hücum eləyir. Şamaxını tutur, Şamaxıya hücum və Şirvanşahları yenidən asılı vəziyyətə salır. Həmin dövrdə də hakimiyyətdə 1-ci Axsistandır. 1191-ci ildə isə Abbasi xəlifəsinin razılığı ilə özünü sultan elan edəcək. Biz Azərbaycan tarixində ilk sultan titulu alan hökmdar olaraq Qızıl Arslanı görəcəyik. Eldəniz hökmdarı Qızıl Arslan. Amma 1191-ci ildə o da hakimiyyətdən gedəcək. O hakimiyyətdən getdikdən sonra Eldənizlər dövlətində biraz qarışıqlıq baş verəcək. Hakimiyyət uğrunda çəkişmələr dövrüdür. O çəkişmələrin fonunda 1191-ci ildə Məhəmməd Cahan Pəhləvanın oğlu Əbu Bəkir gələcək hakimiyyətə. 1191-dən 1210-cu ilə qədər hakimiyyətdə olacaq. Onun hakimiyyəti dövründə 1194-cü ildə Xarəzmşah Təkəş yürüş eləyəcək Eldənizlərin üzərinə, Rey, Həmədan və İsfahan şəhərlərini tutacaq. Ondan sonra 1197-ci ildə Əbu Bəkir Həmədan uğrunda vuruşmada Xarəzmşah Təkəşi məğlub eləyəcək və həmin o əraziləri ondan geri alacaq. Hətta Həmədana öz qardaşı Özbəyi Atabəy təyin eləyir. Atabəy deməyək də bir idarəçi təyin eləyəcək. Həmədanı da verəcək qardaşı Özbəyin ixtiyarına ki, get oranı idarə elə. Özbəy nə pis yazdıq. Yazaq Özbəy. Yəni bu bəzi xırdalıqlarda, artıq mən bu xırdalıqları deyəndə bilin ki, bunlar miqvə sertifikasiyaya düşəcək xırdalıqlardır. Məsələn, Məhəmməd Cahan Pəhləvanın 3-cü Toğrulun Atabəyi olması, sonra nə bilim Əbu Bəkirin Özbəyi Həmədana idarəçi təyin etməsi, bunlar hər biri xırdalıqlardır, miqvə sertifikasiyaya düşür. 1210-cu ildə Əbu Bəkirin hakimiyyəti dövründə Gürcülər yenidən Azərbaycan torpaqlarına hücum edəcəklər. Niyə belə edirsən? Gürcülər yenidən Azərbaycan torpaqlarına hücum eləyəcəklər, amma biz yenə Gürcülərin qoşununun qarşısını ala bilməyəcəyik. Çünki dövlətin daxilində çəkişmələr var və hakimiyyətdə olan hökmdarımız elə də güclü bir hökmdar deyil. Özə 1210-cu ildə Əbu Bəkir ölür, vəziyyət daha da pisləşir. Ona görə biz bu hücumların qarşısını ala bilmirik.
Ən son hökmdarımız isə Atabəy Özbəkdir. 1210-1225-ci illərdə hakimiyyətdə olacaq. Atabəy Özbəyin dövründə biz Monqolların Azərbaycana birinci yürüşünü görəcəyik 1220-1222-ci illərdə. Həmin dövrdə artıq Eldənizlər dövlətinin paytaxtı Təbriz şəhəridir. Təbriz şəhərinə hücum eləyəcəklər. Monqollar 3 dəfə gələcəklər, amma 3-cündə də Təbriz şəhəri xərac verəcək və dağıntılardan xilas olacaq. Hətta Monqolların bu yürüşündə Atabəy Özbək gedib Gürcü çarı ilə bir müttəfiqlik də bağlayacaq. Gürcülərlə müttəfiq olmaq istəyəcək. Daha doğrusu hətta olacaq da Monqollara qarşı. Düzdür, bunun qarşılığında Monqollar dağıdacaqlar Azərbaycan şəhərlərin belə nəyi var, onun qisasını almaq üçün. Amma Monqolların birinci yürüşündə hələ də Eldənizlər dövləti öz mövcudluğunu qoruyub saxlayıb. Hələ ki, yəni vəziyyətimiz pis olsa da süqut etməmişik. Amma 1225-ci ildə Xarəzmşah Cəlaləddin Azərbaycan torpaqlarına yürüş eləyəcək. Cəlaləddin gələcək Təbrizi tutacaq, Eldəniz qaçacaq Naxçıvana və bununla da Eldənizlər dövləti süqut eləyəcək. Deməli, Eldənizlər dövlətini süquta uğratdı Xarəzmşah Cəlaləddin 1225-ci ildə Təbrizi tutması nəticəsində. Bu da oldu bizim Eldənizlər dövlətimiz. İndi Eldənizlər dövlətindən sonra biz 11-12-ci əsrlər Azərbaycan mədəniyyətindən danışacağıq. Mədəniyyətdə bu dövrdə əsas bizə lazım olan tikililərimizdir. O tikililəri qeyd eləyəcəyik. Bununla da dərsimiz yekunlaşacaq. Hansı tikililərimiz var, onları yazaq. Bu dövrdə Azərbaycanda 2 dənə əsas dövlət var. Şirvanşahlar və Atabəylər dövləti. İndi onlara aid memarlıq abidələrini qeyd eləyək və dərsimiz yekunlaşsın. Yəni mədəniyyətdən sizə mütləq şəkildə qəbulda bir sual düşəcək. 11-ci əsrə aid 2 hadisə deyə bilərik bu dərsimizin içərisində. Bir, Bakıda Sınıqqala məscidi, Sınıqqala. Bir də 11-ci əsrdə Ərdəbildə Cümə məscidi. Ərdəbil Cümə məscidi. Bu da məsciddir, yazaq, məscid. 11-ci əsrdə Bakıda Sınıqqala, Ərdəbildə Cümə məscidi. Sonra gəlirik bunu bölürük belə. Niyə bölürük? Çünki bir tərəfdə Şirvanşahların 12-ci əsrdə tikililərindən danışacağıq. Digər tərəfdə də Atabəylərin 12-ci əsrdə tikililərindən danışacağıq. Yazaq bura 12-ci əsr. Ümumiyyətlə 12-ci əsr Azərbaycanda Naxçıvan memarlığı adlanır. Yazaq bura Naxçıvan memarlığı. Niyə? Çünki həmin dövrdə əsas bizim memarlıq abidələrimiz Naxçıvandadır və Naxçıvanda həmin dövrünün ən məşhur memarlarından biri var. Əcəmi Əbubəkir oğlu, yəni memar Əcəmi. Şirvanşahlarda 4 dənə qalamız var. Bunu deyirik və bunu yadımızda saxlayırıq. Nədir o qalalarımız? Qız qalası 12-ci əsrdə inşa edilib. Mərdəkan qalası. Bunlar təbii ki, ikisi də Bakıdadır. Qız qalası və Mərdəkan qalası. Hətta Mərdəkan qalası mən YouTube kanalını açanda 2021-ci ildə bizdə orada tarixi yerlər rubrikası da olurdu. Orada ilk çəkdiyimiz tarixi yerdir Mərdəkan qalası. İstəsəz baxa bilərsiniz, amma biraz ilk dövrlərdə deyə hava çox küləkli idi, mikrofon, səs falan biraz yaxşı deyil. Ondan sonra Bakıda biz Qız qalası və Mərdəkan qalasını qeyd elədik. Gəldik Gülüstan qalasına. Gülüstan qalası inşa ediləcək 12-ci əsrdə Şamaxıda. Bir də var Buğurdu qalası. Buğurdu qalası da inşa ediləcək Ağsu çayı sahilində. Deməli, 12-ci əsrdə biz Şirvan memarlığına aid 4 dənə qala görürük. Qız qalası, Mərdəkan qalası, Gülüstan qalası və Buğurdu qalası. İndi 12-ci əsrdə Eldəniz memarlığında nələr görürük və əsasən Naxçıvanda inşa edilmiş memarlıq abidələridir bunlar. Yazırıq bura Naxçıvanda. Deməli, Cümə məscidi. Cümə məscidi. Sonra Darülmülk və yaxud Eldənizlər sarayı. Yusif İbn Küseyir türbəsi. Yusif İbn Küseyir türbədir bu. Möminə xatun. Möminə xatun türbəsi. Qoşa minarə. Minarə.
Bunlar bizim Atabəylər dövlətinə aid olan 12-ci əsr memarlıq abidələrimizdir və əsasən inşa edilib Naxçıvanda. Nə? Cümə məscidi, Darülmülk və yaxud Eldənizlər sarayı, Yusif ibn Küseyir türbəsi, Möminə xatun türbəsi və Qoşa minarə. Dedik, dövrün əsas memarı da Memar Əcəmidir. Memar Əcəmi və yaxud Əcəmi Əbubəkir oğlu. Memar Əcəmi Əbubəkir oğlu 12-ci əsr. Əsas bizim tikililərimiz Naxçıvanda olduğuna görə biz 12-ci əsr Azərbaycan memarlığını Naxçıvan memarlığı və yaxud Naxçıvan mədəniyyəti adlandırırıq. Və bir də 12-ci əsrdə Azərbaycanda Naxçıvan memarlıq üslubunda inşa edilmiş 3 dənə tikilimiz var. Marağa ərazisində, Marağada Göy Günbəz, Urmiyada 3 günbəz və Culfada sərdabələr. Deməli, memarlığımız nələr oldu? Yavaş-yavaş hər mövzunun içərisində memarlığı da öyrənin ki, yadınızda qalsın, birdən-birə hamısını öyrənəndə çətin olmasın. Şirvanşahlara aiddir Qız qalası, Mərdəkan qalası, Gülüstan qalası, Buğurt qalası. Eldənizlərə aiddir Cümə məscidi, Darülmülk, Yusif ibn Küseyir, Möminə xatun, Qoşa minarə. Memarımız Memar Əcəmidir. 12-ci əsr Azərbaycan Naxçıvan memarlığı və yaxud Naxçıvan mədəniyyəti, memarlıq məktəbi, belə-belə şeylər. Naxçıvan memarlıq üslubunda Marağada Göy Günbəz, Urmiyada 3 günbəz və Culfada sərdabələr inşa edilib. 11-ci əsrdə də Bakıda Sınıqqala var, Ərdəbildə də Cümə məscidi var. Bu qədər. Dərsimiz yekunlaşdı. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarında görüşmək üzrə. Sağ olun.